Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademiyanın informatika müəllimi Məxluqə müəllim. Bu gün sizlərə klaster məsələsi istərdim göstərəm. Hansı ki, bəzən abituriyentlər bu tip suallarda biraz çaşqınlıq yaşayırlar. Gəlin baxaq. Deməli, sual belədir. Cədvəl faylların adları və onların informasiya həcmləri verilmişdir. Cədvələ əsasən qrafik faylların diskdəki həcminin cəmini, deməli, diskdəki həcmlərinin cəmini kilobaytla müəyyən edir. Və məndən qrafik faylları istəyir. Gördüyünüz kimi qrafik fayllar. Ona görə də JPG, ODG və PNG olan hissələri hesablayacağam. Hansı ki, bəzən abituriyentlər bütöv cədvəli hesablayır. Xeyr, sadəcə şərtdə orada bizə verilən gizli məqamı biz daha yaxşı şərti oxuyaraq aydın olmalıdır ki, bizə o gizli məqam nədir? Burada klasterin həcmini tapanda faylın həcmini böləcəm klasterin həcminə bərabərdir. Deməli, 33-ü mən bölsəm, deməli, 8-ə, bilirsiniz necə? Əgər tamla cavab qalmırsa, o zaman onu tamlaşdıracaqsınız. 33-ü böləcəksiniz 8-ə, 4 125 eləyir və onu tamlaşdırıb 5 klaster götürəcəksiniz. Və sonunda klasterinizin həcmini, deməli, tapdığınız klasterin sayını vuracaqsınız klasterinizin həcminə və buradan tapmış olacağım 40. Növbəti 39 üçün də eynisini yerinə yetirəcəm. 39-u böləcəm 8-ə bərabərdir. Yenə 4 tam nə qədər? 5 klaster düşür. 5-i vuracam yenə 8-ə. Bu və mənə verəcək neçə? 40-ını. Daha sonra eyni qaydanı 75 üçün, deməli 9 tam nə qədər və mənə verəcək 10 klaster, yenidən onu vuracam 8-ə və buradan alacam 80. Və beləliklə məndə ümumi bunların cəmini istədiyi üçün 40 üzərinə gəlirəm 40, üzərinə gəlirəm 80 bərabərdir neçəyə? Bərabərdir 160 almış oldum. Yəni, burada əsas mahiyyət nədir? Mahiyyət odur ki, burada şərti anlayasınız və gizli açar məqamı tapasınız. Qrafik fayl deyirsə, sadəcə qrafik faylı götürüb hesablamaq kifayətdir. Məsəl üçün, əgər sizə tutaq ki, mətin faylı deyirsə, sadəcə o doc olan, docx olan, text olan formaları götürüb izah etsəniz kifayətdir. Digər bir nümunəyə baxaq. Deyir ki, həcmi 1 megabayt olan diskdə informasiya həcmi 26 kilobayt olan ən çox neçə fayl yerləşdirmək olar və klasterdə boş yer qalmaz. Bir klasterin həcmimiz də 5 kilobaytdır. Aha, bunu hesablamaq üçün nə edirik? Əvvəlcə, baxın, mənim həcmim neçədir? 26 kilobaytdır da, diskdə informasiya həcmim 16 kilobayt fayldır. Və bir klasterin həcmi də məndə 5 kilobayt olduğuna görə diskdə tam yerləşməsi üçün mənə neçə klaster ehtiyac var? 6 ədəd. Yəni 26-nı böləcəksiniz 5-ə. Buradan yazacağım 26-nı böləcəksiniz 5-ə. Sizə 4 tam, deməli 5 tam nə qədər düşür? O da dedim axı tamlaşdırmalıyıq. 6 klaster lazımdır sizin üçün. Aha, okeydir. Daha sonraki mərhələdə, baxın, 6-nı vuracam 5-ə, bunun diskdə tutduğu həcmini tapacam. 6 vurulsun 5, mənə verdi nə? 30. 30 kilobayt tapdım. Əla, həcmini artıq tapmış oldum. Və mənə deyir, axı, 1 megabaytlıq olan diskə 1 megabaytımı kilobayta çevirəcəm. 1-i vuracam 1024, alacam buradan 1024 və bu 1024-ü də eyni zamanda böləcəm 30-a, çünki bunun içərisinə yerləşdirməyəm lazımdır axı. Mənə verəcək 34 tam onda 1. Və təbii ki, mənə 34 tam onda 1 verdiyi üçün, tam yerləşmə dediyi üçün, baxın, 34 dənəsi tam yerləşəcək. Yəni, mənə əsas tam yerləşmə lazımdır da. Tam yerləşməsi üçün mənə 34 faylımı, yəni tam yerləşəcək. Bu zaman hər faylımda 5 klasterda, yəni tam əhatə etdiyinə görə 34-ü vuracam. Daha səliqəli formada yazacam. Deməli, 34 vurulsun. Klasterımın məndə deməli 5 idi. 5-ə bərabərdir 170. Deməli, nə alacam? Klasterda boş yer qalmayacaq. 170 klasterda.
Hı hı. Klassdır. 170 klassdır. Artıq tam dolmuş vəziyyətdə olmuş olacaq. Belə əziz abituriyentlər və müəllimlər, növbəti deməli sual izahlarımızda və dərs izahlarımızda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Bu tip videoların davamının və uzun versiyalarının, daha da uzun versiyalarının gəlməyini istəyirsinizsə, rəy bölməsində bildirməyiniz və videonu bəyənməyiniz kifayətdir. Özünüzə yaxşı baxın. Hələlik.